Cənubi Qafqazda əldən gedir. Ermənistanla Azərbaycan arasındakı tərəfli... Doğrudan Cənubi Qafqaz Rusiyanın əlindən gedir. Yəni bu gümrüdə filan heç eləməyəcəklər. Nəsə təxribat... Ona görə də bilirsiniz ki, artıq Rusiyanın 102-ci bazası hərbi nəqliyyat vasitələri kifayət qədər hərbi texnika, şəxsiyyət göndərir. Abxaziyadan, Adgeyadan müəyyən orada yönləndirmələri var. Onlara pul vəsaiti verilir, aylıq kifayət qədər böyük məbləğdə və onları Ukraynaya yox, birbaşa Ermənistanda xidmətə, dırnaqarası xidmətə göndərilir. Yəni göründüyü kimi Rusiya bir tərəfdən kütləvi informasiya vasitələrinə həm mədəni, ideoloji şəkildə bizə təzyiqlər edir, mesajlar verir, həmçinin Ermənistandakı hərbi bazalarını gücləndirir və Zəngəzur dəhlizi ilə də bağlı artıq bilirsiniz, İran mediasına da yayımlanır ki, Zəngəzura Rusiya və İran hərbi müdaxilə edəcək. Yəni bütün biz danışıqlarımızın arxasında bu günlər Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlara Rusiyanın kəskin etirazıdır, narahatlığıdır. Bütün bu böhran tamamilə Rusiya tərəfindən həyata keçirilir. Baxın, 2022-ci ilin fevralın 22-sində Azərbaycanla Rusiya arasında müttəfiqlik barədə bəyannamə qəbul olundu. Orada bir çox müddəalar vardı. O bütün müddəaları həmin bəyannamənin üstünə ilə Kreml rəhbərliyi xətt çəkdi və Azərbaycana qarşı hibrid, hərbi kəşfiyyat və bir çox istiqamətlərdə təxribatlar həyata keçirir və gümrüdə də hərbi bazaların da möhkəmləndirilməsi məhz Cənubi Qafqazda Azərbaycanın yaratdığı sülh və təhlükəsizlik torunu dağıtmağa çalışır. Çünki Türkiyə, Ermənistan və Azərbaycan arasında konfidensial olaraq çox ciddi şəkildə danışıqlarda irəliləyişlər var, amma Paşinyanın axır vaxtlar yenə manevr Rusiyadan ciddi təzyiqlər manevr edir. Amma Paşinyan da bir o qədər də biz deyə bilmərik ki, Paşinyan da tamamilə sülhün üstünə xətt çəkdi, getdi, yıxıldı Rusiya tərəfə. Xeyr, mən elə düşünmürəm, manevr edir. Çünki Əbu Dabidə çox ciddi danışıqlar oldu. Bu günləri Paşinyanın da müəyyən təhlükəsini təmin edən Türkiyədir və ABŞ kəşfiyyatdır və Azərbaycanın da müəyyən reveransları olur bu istiqamətdə. Mən düşünürəm ki, bu günlər Rusiyadan Ermənistan hakimiyyətinə çox ciddi təzyiqlər var. Həmin təzyiqlərdə orada hakimiyyəti... Təzyiq görür də kilsə ilə, o iş adamın... Hakimiyyəti devirsin və Azərbaycana da qarşı təxribatlar həyata keçirilsin. Aqil bəy də bunu demək istəyir. Xüsusilə bu indiki aktivlik, yəni Ermənistan, Rusiyanın Gümrüdəki hərbi bazasına yüklərin göndərilməsi və eyni analoji olaraq İran tərəfdən məlum açıqlamalar. Bunlar hamısı son vaxtlarda Amerikanın hansısa şirkətlərinin bu Zəngəzur dəhlizinin mühafizəsinə cəlb olunacağı ilə bağlı informasiyalardan sonra aktuallaşdı. Amma açığı Rusiyanın bu məsələni gələcəkdə hansı bir eskalasiya formasında ifadə edə biləcəyi maraqlıdır. Ona görə mən keçən dəfə də, əgər xatırlayırsınız, burada studiyada bildirdim ki, mümkün qədər tez şəkildə bu sülh müqaviləsi məsələlərində bir irəliləyişlər əldə olunmalıdır, imzalanmalıdır. İndi siz qeyd elədiniz, Paşinyanın Əbu Dabidəki görüşləri bizim ona qarantiya vermir. Amma əslində ortada yenə sülh yoxdur və yaxud da razılaşma Azərbaycanın iki tələbi ilə olduğu kimi daşlaşmış vəziyyətdə də qalmaqdadır. Ən azı bunu bəyanatlar səviyyəsində ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı iki ölkə birlikdə bir bəyanat verə bilər. Bu bəyanat da yoxdur. Ermənistan deyir ki, biz onu ancaq nə zaman sülh müqaviləsi imzalasaq, orada bəndlərdən biri kimi sala bilərik. Hətta buna belə getmək istəmirlər. Bu baxımdan açığı biz Paşinyanı nə qədər indi Azərbaycan cəmiyyətində də belə onu bir qədər yaranmağa başlayıb. Amma açığı, yəni belə deyək, biz onun əsl simasını 44 günlük savaş vaxtı görmüşdük ki, o ola bilər ölkəsi ilə bağlı nə qədər demokrat adam ola bilər, amma Azərbaycana münasibəti... Ölkəsi ilə də bağlı demokrat bir çoxdan dağılır. Bəli, tipik bir erməni idi. Qabağına keçəni tutub içəri atmaq. Gümrüdəki artıq meri də həbərli desə, yəni o Azərbaycana münasibətdə o müharibə vaxtı tipik bir erməni idi. Eyni Adolf Hitler kimi demokratikdir. Adolf Hitler seçkilərlə gəlmişdir. Gedəndə oydu.
işğalçılarla gəlib bir yerdə Qarabağda görüşəndə Amma oydu. onu dedi, peşman Amma bu olmuşam baxımdan da. yəni demək istədiyim o Cənab ki, prezident də yaxşı dedi. Rusiyanın bu gün qarşıdakı hansısa dövrdə orada Azərbaycana qarşı yönəlik hər hansı bir təxribat hərəkətində Paşinyanın iştirak edib etməyəcəyi hələ sual altındadır. Sual altındadır, amma düşünürəm ki, o da reallıqları qəbul edir. Yəni riskə gedə Bax, indi bax, gəl bir çünki şeydən- öz hakimiyyəti üçün də təhlükəli Bax, bunlar ola hamısı bilər. yox, Paşinyanı biz çox gözəl, bir çox gözəl. Bax, Paşinyan o adamdır ki, yallı gedir, Qarabağ sonra deyir ki, Ermənistandır deyən adam. deyən adamdır. Bəli, Sonra da əlbəttə deyir ki. ki, mənim ağlım olmuyor. Belə gərək əvvəldən deyərdim. Yəni bunu bildik. Yəni onun necə gözəl necə deyirlər, yaxşı rəqs elədiyinin o çox ifadə var, onu bilirik. Həm də siyasi rəqqas. Bəli, siyasi rəqqas olduğunu çox gözəl bilir və bu formada ona bir qəribə bir Azərbaycan cəmiyyətində rişxəndlə simpatiya qarışığı qeyri-ciddiyə alma bir fikir formalaşıb. Yəni o negativ tutsam vurub ağzına əzərəm yanaşması yoxdur, deyil. Amma Azərbaycanda belə də artıq biz necə o nə oldu Paşinyan o ifadədən sonra artıq bir qəribə bir belə də qeyri-ciddi bir obraz kimi bir fikir yaranır. Sadəcə onun alternativi olmalı deyil. Alternativi yoxdur onun. Ona görə İndi də bax, bu əsas məsələ dəstəklər. Rusiya Gümrüdə əskər yığır, gücləndirir. Yəni bax bu təxriban nəyə hazırlaşır? Nə edə bilər? Nə ola bilər? Rusiya Kimdən döyüşəcək? Ermənistanda çevrilişmi eləyəcək? Oradan Azərbaycana qarşı hücum eləyəcək, İranla birləşib. Yəni nə baş verir? Mən düşünürəm ki, Rusiya Xəzərdə təlimlər keçirdilər. Xəzərdə də hərbi təlimlər keçirildi və bu Azərbaycana və Türkiyəyə qarşı bir əzələ nümayişdir. Konkret olaraq Türkiyənin adını çəkmək istəmir Rusiya tərəfi. Çünki Türkiyə Erdoğan da bugün dedi ki, gəlib burada oturacaqlar masaya. Bəli, özü oturacaq, 100% oturacaqlar kimi deyir onu. Bəli, mən düşünürəm ki, məhz Rusiya, Azərbaycanla və Türkiyənin koordinasiyalı çalışması, Azərbaycan ordusunun güclənməsi, NATO müstəvisində, Türk ordusu müstəvisində ordunun gücləndirilməsi bu Rusiyanı ciddi narahat edən əsas faktordur. Və artıq Zəngəzur dəhlizinin açılması bir reallıqdır. Paşinyan da artıq buna razılıq verib və Rusiya hərbi bazasını gücləndirməklə bu məsələdə həm Ermənistan hakimiyyətinə təzyiq edir seçki qabağı, həmçinin növbəti mərhələdə düşünürəm ki, Zəngəzura da ora hərbi kontingent də göndərə bilər. Çünki İranla sərhəddə hələ onların sərhəd qoşunları qalır və dəhlizin açılmasına imkan verməməyə də bilər. Həmçinin əgər Nikol Paşinyan da devirsə, ora öz adamlarını gətirə bilər. İndi biz bir planlar danışırıq. Onlar sülh prosesini də sonlandıra bilərlər. Bir məsələni deyim ki, daima Rusiya tərəfi məhz müharibədən sonra da Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlamasının erkən olduğunu vurğulayırlar və bunu gələcək müstəvidə saxlanmasını daima qeyd edirlər. İndi də onu qeyd edirlər. Rusiya istəmir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bu aydındır. Bax, bunlar hamısı aydındır. Mən məsələn konkret nə? Bax, yəni Trump körpüsü filan iddiası var. Adı nə olur olsun. Ya bax bu ham Amerika Birləşmiş Ştatları da, Türkiyədə, Çində biz əsas istəyirik bu açılsın. Və Rusiya ilə İran da yenə o bir ara başqa cür danışırlar. Moskvadan deyirdilər ki, Azərbaycan Ermənistanın suveren işidir. İran tərəfdən biraz yumşalma var idi, filan başqa cür. Təzədən yenə əvvəlki, yəni o sıfır nöqtəsinə qayıtdıq. Yəni nə olasıdır? Burada bir müharibə olacaq? Təbii ki, mən düşünürəm ki, Ermənistan tərəfi bu məsələni elə seçki qabağı dayandıracaq. Həm Zəngəzur dəhlizinin açılmasında bu prosesdə mən düşünürəm ki, yəni açılmasını müəyyən müddətdə təxirə salacaq. Bunu seçkidən sonra edə biləcək. Həmçinin burada Türkiyə və ABŞ-ın da rolu mütləq şəkildə. Yəni Türkiyə bu istiqamətdə aktiv olmasa, təbii ki, Rusiya və İran imkan verməzdir Zəngəzur dəhlizinin açılmasına. Türkiyənin rolu və Amerika Birləşmiş Ştatları, həmçinin Böyük Britaniyanın rolu burada önəmlidir. Ermənistan ərazisidir. Ermənistan hakimiyyətində siyasi iradəsi olmalıdır. Yəni də deyirəm, bu Azərbaycanın da gücündə deyil. Bu məsələdə Türkiyə, ABŞ və Böyük Britaniya bu istiqamətdə çox ciddi şəkildə təzyiq və dəstək verməlidirlər ki, dəhlizə İranın və Rusiyanın təsiri və təzyiq olmasın.